dostumuz Uğur Yalçınoğlu'nun verilişində istemeden bir söz söhbət oldu orada. Yəni bu sizə bir toxundu mu ki, en azından Manafın son zamanlar adı, əslində Manaf o kadar yaxşı insandı, amma bilmədən kimisə dəstəkliyi, əlinin duzu yoxdur bu adamın da. Axırda pis görünür. Əvvəla istəyirəm bir fikri bildirim. Deyirsən ki, aparıcılar falan, elə aparıcılar var ki, onların o marka deyilən bir şey var, brand. Yəni Tolik adı artıq bir brendləşmiş bir adı. Yəni fərqi yoxdur. Hansı kanalda olur olsun, harda işləməyinə baxmayaraq artıq o ad hər kəsin şuurunda, beyninə yazılıb həkk oldu. Yəni bu bir mənalıdır. Və qaldı ki, o günkü bizim oradakı o məsələmiz, bilirsən, mən Manafı salamlayıram və Manafın xanımına, xüsusilə qızına çox böyük hörmətim var. Mən də ailələrinə hörmətim var. Çox, yəni hətta bizim telefon danışıqlarımızda olur onun qızı ilə. Gözəl onun bir biznesi var, işi var. Yəni o işinlə bağlı bizim ildə bir dəfə, iki dəfə söhbətlərimiz olur. Bunu demək olar, bəli. Bu Novruz bayramı, yeni il gələndə, yəni bəzi şeyləri mən ondan məsləhətləşirəm evim üçün. Və olur. Ümumiyyətlə mən bir şey deyim. Ola bilər ki, Allah eləməsin, buradan çıxarıq, məsəl üçün, Vüsalla, Namiklə, Gülzarla mənim nəsə bir söhbətim ola bilər. Biz insanıq da, bu təbii haldır. Biz robot deyilik ki, biz elə quraşdıralar, qoyalar belə dayan. Bu sözüdür, bu sözüdür. Yəni insanıq, təbii hallardır. Və o da bir anlaşılmamazlıqdır. Mən qınamıram. Deyirlər ki, uman yerdən küsəllər. Bildiniz mi necə? O da indi məndən umufdur. Yəni elə bir şey olmuşdu ki, o vaxt o Sahib müəllimlə tacirin məsələsində, Zaurun verilişində mən gülümsəmişəm. O ona xoş gəlməyib ki, Arzu, sən orada mənim söhbətim girdi, sən gülürdün. Deyirəm, neynim bana? Mən dəsmal götürüb ağlamalıydım. Ağlamalıydım. Yəni və bilirsən, əlbəttə ki, mən orada öz fikrimi də bildirdim. Amma indi insandır da, onun da qəlbinə, ürəyi, yəni o cürə istəyib, o cürə küsüb məndən, mən nə deyə bilərəm? Onun öz fikridir və qaldı ki, məsəl üçün, onun mənə bəzi sözlər deməyi ki, yəni, Arzu xanım, sən tanınmayan vaxtlarda, əlbəttə ki, hər kəs tanınaraq gəlmir ki, bu səhnəyə. Tanınaraq gəlmirsən bu səhnəyə. Təbii ki, 20 il, 30 il öncə addım-addım gəlirsən də, addımlaya gəlirsən və o zaman da elə Space kanalındaydı. Bir verilişdə mən oxumuşam, Manaf belə çönüb baxıb. Fikir bildirməyə yadımda deyil ki, fikir bildirib yoxsa bildirməyib. Amma sadəcə çönüb baxıb deyirəm ki, sən yaxşı oxumaq eşitmisən ki, çönüb baxmısan və fikir bildirmirsən. Eşitməsəydin, yəni orada bir xaric, ondan sonra orada belə xoşa gəlməyən bir səs eşitsəydin, təbii ki, fikir bildirməzdin. Nəyin ki sən? Heç birimiz fikir bildirməliyik təbii ki. Və şükürlər olsun Allaha ki, Tolik, artıq 15 ildir səhnədəyəm, amma 25 ildir ki, artıq oxuyuram, bu sənətdəyəm mən. Yəni bu sahədə, televiziya sahəsində hələ bir adam deyə bilməz ki, Arzunun hansısa bir sözünü demişik verilişdə. Yəni nə mənada? Bir sözünü efirə xahiş eləmişik. Bəlkə xahiş eləyiblər səndən? Yox. Həmçinin də digər televiziyalara, heç bir aparıcıya, heç bir televiziyaya yan var, ya onu dəvət eləyin, ya onun haqqında bir fikir bildirin. Yəni bu heç vaxt olmayıb. Şükür olsun Allaha ki, Allah özü məni gətirib, əziyyətimə, zəhmətimə görə buralara çıxardıb və xalqa sevindirib, sevdirib, şükür olsun, həmd olsun Allaha və bu sevgi üçün də, bu hörmət üçün də mənə olan... Yəni Arzu Qarabağlı bu səhnəyə gəlmək üçün yalnız Allaha təşəkkür edir. Allahıma minnətdarım. Müğənni, efir aparıcısı deyə bilməz ki, mən Arzunu arzu eləmişəm. Heç vaxt, heç vaxt. Nəinki aparıcı, heç bir mənim sənət dostum, yəni bu camiədən olan bir insan deyə bilməz ki, biz Arzu xanımı nə vaxtsa demişik ki, Tolik, bir Arzu xanım var, onu dəvət elə verilişinə gəl. Heç vaxt ola bilməz, yəni şükür olsun Allaha. Məsəl üçün, olub ki, əvvəllər bilirsən də, televiziyaya pul verib çıxmalısan. Bəli. Bu bir mənalıdır da. Bütün işlərdə belədir. Pul qoymalısan ki, sən həm reklamın, həm işin, səsin, sənətin üçün. İnan Allaha ki, məsələn, mənim pulum olmurdu, məsələn, qızılım olurdu, qızılımı satırdım, efirə çıxırdım, mahnı yazdırırdım. Yəni bunu burada gizlətməyin heç bir adi yoxdur da ki, bu belədir. Burada nə var ki, yəni bunu gizlədək. Şükür olsun Allaha ki, bugün də yəni o çəkdiyim əziyyətlərin bəhrəsini Allah mənə verdi və xalq tərəfindən də sevildim. Həmd olsun Allaha. Bugün də şükür olsun Allaha ki, mən o xalqın
üzr istəyirəm. O xalqın o mənə olan etimadını doğrulduram. Nə mənada doğrulduram? Məsələn, məni öz məclislərinə dəvət edəndə mən çalışıram ki, canlı, bax burayla, bax bu səsimlə, avazımla onların o istəyinin qarşılığını verim.